Əziz izləyicilər, sizə növbəti layihəmizi təqdim edirəm. Gördüyünüz bu mobil barn ev 4 metr enində, 8 metr uzunluğunda bu gördüyünüz hissədir. Yan tərəfində yenə əlavə çıxıntısı var. 3-ün 4-dədir. Üstündə çardağı var. Çöl fasad hissəsi dekorativ beton panellərlə hazırlanıb. Karkas dəmir profillərləndir. Panorama pəncərələri var. 6 metr hündürlüyündədir. Daxili hissəsində buyurun baxın. Yan divarlar laminat panellərlə işlənibdir. Yer laminat. Tavan hissəsi taxta keçmələrlə. Belə bir zaldır. Studiya mətbəxlə bir yerdədir. Burada studiya mətbəxi var. Hamam ayaq yolusu var. Buyurun baxın. Bu hissədə yataq otağıdır. Əlavə bir yataq otağıdır. Çarpayısı, şkafı. Ön tərəfində belə bir panorama şüşəsi. Və ikinci mərtəbəyə belə maraqlı bir pilləkən düzəlibdir. İkinci mərtəbəyə də buradan qalxırıq. Burada bir əlavə bir yataq var. Şkafı böyründədir. Kondisioner üçün yeri qoyulubdur. Belə bir görünüşdür. Bir də buradan əlavə besitki qapı qoymuşuq. Burada 4-ün 3-ə gördüyünüz kimi pilləkənlə buradan qalxırsan. Burada da belə bir çardağı var. 4-ün 3-ə 12 kvadratlıq çardaqdır. Buyurun baxın, faydalanın.